Bağışlayan və mehriban Allahın adı ilə hər vaxtınız xeyir əziz izləyicilər. Qadrov verilişi yenidən sizin görüşünüzə gəlib. Bir-birinə maraqlı mövzularla görüşünüzə gəlirik. Verilişimizi bəyənin, YouTube səhifəsi üzərindən paylaşın və bununla da bizə böyük dəstək ola bilərsiniz. Bugünkü mövzumuz seyidlər haqqındadır və seyidləri yaxından tanıyaq. Bu barədə olacaq müzakirəmiz. Müzakirəyə bağlı verilişimizə Sumqayıt Məscidinin imamı, ilahiyyatçı Mir Fərrux Miryevi dəvət etmişik. Seyid, xoş gəlmişsiniz. Salamünaleyküm, xoş gününüz bol olsun inşallah. Mən də salamlayıram bütün izləyiciləri, sizin heyətinizi inşallah. Çox sağ olun. İlk olaraq təşəkkür edirik, təşviq qəbulunuz gəldiniz. Seyid, qeyd etdim, seyidlik haqqında, seyidləri yaxından tanıyaq, bu barədə müzakirə aparaq. Bu aralar belə deyərdim ki, cəmiyyətdə də böyük müzakirələrə səbəb olur bu seyidlik anlamı. Bəzi fikirlər var, negativ fikirlər var, düzgün fikirlər var və bir qərara gəldik ki, bir Könül TV heyəti olaraq bu barədə müzakirə aparaq. Elə ilk sual belə olacaq ki, seyid kimlərə deyilir və bu seyidliyin belə deyək də sübutu nədir? Necə sübut olunur ki, bu şəxs seyiddir? Bu barədə nə demək olar? Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli olan Allahın adı ilə seyidlik İslam dünyasında, İslam aləmində böyük bir mənanı ifadə edir. Seyidlərə olan ehtiram Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm tərəfindən sifariş olunub. İlk öncə bunu qeyd edək ki, seyidlik əsasən Peyğəmbər nəslinin davamçıları xanım Fatimə-i Zəhra əleyhissalamdan olan övladlarına deyilir. Bu ad verilir. Seyid sözü bizim dilimizdə tərcümədə cənab, ağa, ehtiram olunan bir şəxs bu anlamları daşıyır. Xanım Fatimə-i Zəhra əleyhissalam dünyaya gəlməmiş. Bilirsiniz ki, Həzrəti Peyğəmbərimizin İbrahim adında, Qasım adında oğlan uşaqları oldu. Amma Allahın təqdiri buydu ki, bunlar 2 və yaxud da 3 yaşında dünyalarını dəyişdilər. Və Məkkənin müşrikləri də Həzrəti Peyğəmbərimizə mənəvi zərbə də vururdular, dil yarası vururdular. Peyğəmbərimizə əbtər deyirdilər, sonsuz deyirdilər. Həzrəti Peyğəmbərimiz də bir söz demirdi. Nəhayətdə xanım Fatimə Zəhra əleyhissalam dünyaya gələndən sonra Kövsər surəsini Allah Taala nazil edir. Bismillahirrahmanirrahim. İnna a'taynakal Kövsər. Həqiqətən biz sənə Kövsəri verdik. Fassalli, namaz qıl, li rabbika vanhar. Allaha namaz qıl və Allah yolunda dəvə nəhr et. Yəni ki, İslam şəriətində qurban kəsmək var. Məsəl üçün, mal-qaradır, qoyun quzudur, keçidir, bunlara qurban kəsilir. Qaydası var, kəsilmə qaydası. Amma dəvə başı kəsilmir birbaşa. Dəvə İslam fiqhinə görə, şəriətinə görə nəhr edilir. Nəhr, yəni onun ayaqları bağlanır və onun sinəsinə bir xəncər, nizə vurulur. Müəyyən qədər qan gedəndən sonra baş kəsilir. Bu formada olan, yəni ki, qurbanlıq növünə nəhr deyirlər. Odur ki, Qurani Kərimdə Kövsər surəsində deyir ki, Fasalli li rabbika vanhar. Və sən dəvə qurbanı kəs. Baxın, fikir verin, xanım Fatimə Zəhra əleyhissalam dünyaya gələndə Allah deyir ki, dəvə qurbanı kəs. Amma Məkkə şəhəri fəth olunan zaman, o ki, Məkkə şəhəri fəth olundu, insanlar Məkkəyə daxil olandan sonra müsəlmanlar, Quran-ı Kərimin Nəsr surəsi nazil olur. Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl-fəth. O zaman ki, fəth olundu, yəni ki, Məkkə fəth olundu. Və rəaytən nəs yədxuluna fi dinilləhi əffaza. İnsanlar dəstə-dəstə şəhərə daxil oldu. Və rəaytən nəs yədxuluna fi dinilləhi əffaza. Fəsəbbi bihamdi rabbika və estəxfiru innehu kana təvvaba. Fəsəbbi, yəni subhanallah de, əstəxfirullah de və Allahu Əkbər de. Bu zikirləri də kifayətdir. Məkkə fəth olunandan sonra. Amma xanım Zəhra dünyaya gələndə Allah deyir ki, namaz qıl, bir də qurban kəs. Qurban da dəvə qurbanı kəs. Yəni xanım Zəhranın məqamı gör nə boydadır. Ondan sonra İnnə a'taynəkəl Kavsər fəsalli li rabbika vanhar. İnnə şəniəkə huvəl əbtər. Yəni ki, o ki, sənə dil yarası vururdular, əbtər deyirdilər. Allah onları sonsuz qərar verəcək. Amma sənin
nəslini bərəkətli edəcək. Kövsər yəni çoxluq, bərəkətli mənasındadır. Və xanım Zəhranın ki, övladları İmam Həsən, İmam Hüseyn, bunlar seyyidlərdir. Həzrəti Peyğəmbərimiz İmam Həsəni görəndə Əhl-i-Sünnə mənbələrində var. Deyərdi ki, bu seyyiddir, bunun ehtiramını saxlayın. Və digər və yaxud da yerlərdə qeyd edirdi ki, Həsən və Hüseyn cənnət cavanlarının seyyidləridirlər. Bu mənbə çox mütəvatir bir mənbədir, məşhur bir hədisdir. Əhl-i Şiə, Əhl-i Sünnə, İslam camiyyəsində olan hədisdə bu hədis keçir ki, Həsən və Hüseyn cənnət cavanlarının seyyidləridir. Cənnət cavanlarının seyyidləridir. Yəni ki, seyyidlik əsasən bu xətt üzrə gedir. Qurani Kərimdə o ki, son dönəmlərdə, əvvəllər də olub həmişə İslama qarşı ümumiyyətlə bədxahlar olub, İslam dinini vurmaq istəyiblər, istər daxildən, istər xaricdən. Bunun üçün məkirli hilələr, məkirli planlar zaman-zaman olub. Amma Qurani Kərimin bir ayəsi var ki, onlar istəsələr də Allah nurunu üfürüb söndürə bilməzlər. Allah öz nurunu tamamladar. Yəni ki, Qurani Kərimdə də baxsaq görərik ki, o ki deyirlər, seyyidlik yoxdur, seyyidlik bir müfhumatdır. Qurani Kərimdə seyyid sözü keçir. Harada keçir? Ali İmran surəsinin 39-cu ayəsində Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. Annallaha yubaşşiruka bi Yahya musaddiqan bi kalimatin minallah və seyyidən və hasuran və nəbiyyən minəs-salihin. Zəkəriyya mehrabda durub namaz qılarkən mələklər ona belə xitab etdilər. Allah səni Allah tərəfindən olan kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim, əməli salihlərdən bir peyğəmbər olacaq Yahya ilə müjdəliyir. Qurani Kərimdə burada Yahyanı vəsf edərkən və seyyidən bu cür vəsf edir. Yəni seyyid sözü burada keçir. Yəni ilk dəfə Yahya peyğəmbərə burada bu cür deyir. Təfsir alimləri əsasən Əhl-i Sünnənin təfsir alimləri bu ayə haqqında seyyid sözünü deyir ki, qövmünün ağası, qövmünün kəramətli şəxs kimi təqdim edirlər Əhl-i Sünnə alimləri təfsirdə. Səhih Buxaridə, Müslimdə qeyd olunur ki, Həzrəti Peyğəmbər, yəni İmam Həsən əleyhissalama deyirdi ki, bu mənim qövmünün övladlarımın seyyididir. Fəxri Razi təfsirində deyir ki, seyyid böyük şəxsiyyət olduğu kimi ona müraciət etmək də lazımdır. Bir qövmün axsaqqalı və yaxud da müdrik bir şəxsidir və dində böyük seçilmiş bir şəxsdir seyyid. Yəni ki, bu cür təqdim olur və hörməti də vacibdir ki, Fəxri Razi öz təfsirində bunu qeyd edir. Əslində, seyyidlik hardan gəldi? Gözəl bir sualdır. Peyğəmbərimizin babasının atası, Əbdülmütəllibin atası Haşim ibn Əbdülmanaf. Seyyid ilk dəfə, yəni ki, Peyğəmbərdən, nəslindən, şəcərəsindən Haşimə deyilib. Haşim, Peyğəmbərin babasının atası. Ona deyiblər. Haşim Kəbə evində xidmətçi idi. Yəni, qövmünün, öz nəslinin axsaqqalı idi. Gələn zəvvarlara xidmət edirdi, onlara su verirdi, su paylayırdı, xidmətində dururdu və çörəkləri, yeməkləri tikə-tikə əlləri ilə doğrayıb buna verirdi. Zaten elə Haşim sözü ərəb dilində çörəyi tikələyib bir şəxslə qonağa verənə deyərlər. Yəni, Haşim də öz adına layiq olaraq bu cür xidmət edirdi və bu cür nurani xidmət etdiyinə görə ona da Seyyid Haşim deyərdilər. Yəni ki, bu tayfanın, Qureyş tayfasının seyyidi, müdrik axsaqqalı, bu cür ləqəbi cavan ikən elə ilk dəfə görmüşdür. Yəni, ilk dəfə seyyid ləqəbini Peyğəmbərin babasının atası Haşim ibn Əbdülmənafa veriblər. Yəni, Seyyid Haşimə nə üçün Seyyid Haşim deyirdilər? Həmən nəslin
o vilayətin ağsaqqalı, müdrik insanı deyirlər. Çünki gələn qonaqlara, gələn zəvvarlara xidmət etdiyinə görə, onlara süfrə açdığına görə və yeməkləri, çörəkləri tikə-tikə doğrayıb onlara verdiyinə görə, su payladığına görə, ikram etdiyinə görə buna Seyyid deyirdilər. Bu cür ləqəb ilə Seyyid Haşim, yəni cavan ikən bu ləqəbi götürür, cavan ikən bu ləqəbə layiq görülür, adına layiq görülür və Peyğəmbərimizin seyidlər də müxtəlif növ seyidlər var, müxtəlif növləri var. Məsəl üçün, Həzrəti Əmir-əl-Müminin Əli əleyhissalamın övladları Məhəmməd Hənəfiyyə, Həzrəti Əbərfəzl Abbas ağa, bunların övladları ki var, bunlar da seyiddirlər. Bunlar da seyiddirlər, amma bunlara Ələvi seyidlər deyirlər. Yəni Həzrəti Əliyə nisbət verildiyinə görə Ələvi seyidlər deyilir. Amma Həzrəti Peyğəmbərimizin xanım Zəhradan olan ki, övladları ki var, İmam Həsən və İmam Hüseyn ki, Peyğəmbər nəslinin davamçılarıdır. Bunlara Haşimi seyidlər deyirlər. Həmən qeyd etdiyim bu Haşimi seyidlərdir. Yəni ki, Haşimi seyidlər Peyğəmbərə nisbət verildiyinə görə, yəni ki, Allah qatında belə deyək, yəni biraz fərqlidir. Ümumiyyətlə, bu seçimlər haqqında bunu deyim, bir şey işarə edim. Ola bilər ki, irad edə bilərlər və yaxud da iradlar edirlər ki, seyidlər nə üçün seçilir? Allah Teala hamını bərabər yaradıb. Əlbəttə, Quran-ı Kərimin Hucurət surəsində də buyurulur ki, Allah qatında ərəbin əcəmdən, əcəmin ərəbdən heç bir üstünlüyü yoxdur. Allah qatında üstünlük təqva ilədir. Təqva ilədir. Amma başqa bir Şura surəsinin 23-cü ayəsində ki, buyurulur ki, o zaman ki, Peyğəmbər Mədinədə idi, artıq İslam hər yeri bürümüşdü və gəldilər varlı insanlar, imkanlı insanlar, Mədinədən, Hicazdan gəldilər, ya Peyğəmbər, sən bizə həyat vermirsən, bizə İslamiyyət vermirsən, bizə insanlıq vermirsən, bizi cəhalətdən, bizi qaranlıqdan nuraniyyətə tərəf gətirmirsən və bunun müqabilində biz istəyirik, biz sənə bir şeylər verək. Biri deyirdi ki, Yəməndə filan qədər hektar torpağım var, istəyirəm onu sənə hədiyyə edeyim. Digəri deyirdi ki, qırmızı tüklü dəvəm var, 100 dənə istəyirəm onu sənə hədiyyə edeyim. Ərəb üçün də ən qiymətli şey dəvədir, özdə qırmızı tüklü dəvə daha bahadır. Bu cür hərə bir fikir söylədi. Bu zaman Quran-ı Kərimdə Şura surəsinin 23-cü ayəsi nazil oldu. Ya Peyğəmbər, onlara de, risalətimin müqabilində sizdən başqa bir əcr istəmirəm. Əhl-i beytimə sevgi, məhəbbətdən başqa. Əhl-i beytimə, yəni qohumlarıma sevgi, məhəbbətdən başqa. Odur ki, bu seyyidlər ki, nisbət verilir Peyğəmbərə, əhl-i beytə, bunların hörmətini saxlamaq, ehtiramını saxlamaq nədir? Vacibdir, təkid olunub. Və Allah Teala da bəzi şeylərdə seçimlər edib. Məsəl üçün, şəhərlər içində Allah Teala Məkkə şəhərini seçib. Quran-ı Kərimdə deyir ki, Lə uqsimu bihazəl bələd. And olsun o şəhərə. Allah Quran-ı Kərimdə bir şəhərə and içir, o da Məkkə şəhəridir. Yəni, Məkkə şəhəri digər şəhərlərdən seçilib. Allah Teala aylar içində Ramazan ayını seçib. Quran-ı Kərimdə Ramazan sözü keçir. Amma bütün aylar təbii ki, Allaha məxsusdur, amma seçib. Allah Teala günlər içində cümə gününü seçib. Cümə günü edilən savab işlər 2 qat hesablanır, günahlar da 2 qat hesablanır. Və Allah Teala gecələr içində Qədir gecəsini seçib, Qədir gecəsinə önəm verib. İnsanlar içində də Allah Teala Bəni Haşim nəslini seçib. Yəni, Bəni Haşim nəslinin vasitəsilə Allah deyir ki, əgər məndən istəsəniz, bunların vasitəsilə təvəssül olunsa, məndən istəsəniz, bunların hörmətini saxlasanız, Allah da buyurar ki, dualarınızı məqbul edərəm, qəbul edərəm. Yəni, bu seçimlər heç də belə ziddiyyətli deyil. Seyyid, növbəti sualım belə olacaq ki, yəni öz cəmiyyətimizdə də bayaq da siz qeyd elədiniz, birinci sualını cavablandıranda ki, seyyidlərə böyük hörmət olunurdu. İndiki zamanəmizdə də seyyidlərə böyük hörmət edilir. Yəni, bu barədə nə demək olar? Bu hörmət nədən irəli gəlir? Seyyidlərə hörmət etmək Həzrəti Rəsul Əkrəm sallallahu aleyhi və səlləmin əhl-i beytdən hədislər var ki, mənim övladlarıma hörmət edin. Hətta belə bir məşhur hədislər var ki,
Yaxşılarına Allaha xatir, pislərinə də mənə xatir hörmət edin. Yəni seyyidlərə. Həzrət Peyğəmbərimizdən belə hədis keçir və Nisaidən, Nisai ki, Əhlüsünnə alimlərindəndir. Onun kitabında qeyd olunur seyyidlər barəsində. Buyurur ki, Həzrət Peyğəmbər buyurur: hər kəs mənim övladlarımı görəndə, yəni seyyidləri görəndə və salavat məni xatırladıb salavat zikr edərsə, Allah onun gözünə və qulağına qüvvət verər. Gözünə və qulağına qüvvət verər. Və bir yerdə deyir ki, Nisai, hər kəs mənim övladım bir məclisə daxil olarsa və o şəxs ayağa qalxmazsa, ehtiram əlaməti olaraq ayağa qalxmazsa, təkəbbürcəsinə oturarsa, deyir ki, əgər bel ağrısı, bel xəstəliyinə duçar olarsa, özündən başqa kimisə ittiham etməsin. Bu Səhih Nisaidə keçir, belə bir rəvayət, yəni seyyidlərə ehtiram etmək Peyğəmbərimizin hədisli şəriflərində var və seyyidlərə məhəbbət bizim bu torpaqlarda, gözəl yurdumuzda, Azərbaycan xalqının seyyidlərə məhəbbəti tarixən olub, həmişə olub. Yəni məhəbbət olub, nəyə görə? Peyğəmbər nəslindədir. Nəslindədirlər. Və o zaman ki, Abbasi xəlifələri, zalimlar ki, divan tuturdular, yəni ki, İslam camiyyəsinə, şiələrə, xüsusən də seyyidlərə, bunlar pərən-pərən oldular, qaçdılar dünyanın müxtəlif yerlərinə və qucaq açdılar, gəldilər Azərbaycan torpaqlarına və Azərbaycan xalqı da qonaqpərvərliyi ilə həmişə tarixən seçilmişdi və bunlara ən yaxşı yerdə torpaqlar verdi, məskunlaşma verdi və günün bugün özündə də Azərbaycanın elə bir rayonu yoxdur ki, orada seyyid olmasın. Və yenidən də seyyidlərə ehtiram yenə də var. Dünyanın müxtəlif yerlərində, çox yerlərində seyyidlər var. Seyyidlərə ehtiram, hörmət var. Məsəl üçün, seyyidlərə qarşı şiddət isə bəyənilməyən bir şeydir. Yəni ki, onlara əzab vermək, onları təhqir etmək, onlara qarşı kobudluq etmək. Amma seyyidlərin nəfəsi ki var, ondan Allah Taala bir kəramət verib. Yəni bu Peyğəmbərə xatirdir bu kəramət. Hər şeyə qadir olan Allahdır. Və bunlar bir xeyir dua etsələr, təbii ki, tez zamanda xeyir cari olacaq. Birdən bəd dua etsələr də, bu bəd duada cari olacaq, həyata keçirilə bilər. Belə bir şeydə bir yadıma bir hadisə düşdü. Yəni, seyyidlərin kəramətləri haqqında çoxlu möcüzələr var. Məsəl üçün, mən birini qeyd etmək istəyirəm. Ustadların birindən eşitmişdim, yəni oxumamışam bunu, amma eşitmişəm. Sovet dönəmində rayonların birində bir kənd soveti, bir kəndin bir kənd soveti vardı Sovet dönəmində. Bu da torpaq əkirlər, yer şumlayırlar, tarla əkirlər. Bu kənd soveti də gəlir, baxır, nəzarət edir. Biraz da kobud bir insan, bədxah insan idi. Bir seyyid vardı, nəsə burada işləyirdi. Buna çox bərk hiddətləndi cəmiyyət içində. Seyyid də bir söz demədi. Nəhayətdə biraz da qəzəbləndi, bir silli çəkdi seyyidin üzünə. Seyyid də yıxıldı yerə. Bu hadisədən 2 gün keçir, həmən kənd soveti deyir ki, gözlərim bərk başladı ağramağa. Gözlərim başladı ağramağa və gözümün nurunu getdikcə itirməyə başladım. Həkimə getdi, dava dərman, xeyri yoxdur. Bakıya getdi, dava dərman, yatdıq, müalicə, bir xeyri olmadı. Dedilər, Kiyevə getməlisən, Ukraynaya. Göndərdilər, orada yaxşı xəstəxana var. Orada bir müddət müalicə aldım, bir müddət, amma heç bir effekt, heç bir irəliləyiş yoxdur. Və dedilər ki, getməlisən Leningrada, indiki Sankt-Peterburg şəhərinə. O şəhərə də getdim, apardım. Orada da müalicə, müayinə, dava, dərman, ağrı kəsici, amma gözümün nuru itib, heç bir şey görmürəm. Bir müddət də orada qaldım, dedilər, yoxdur. Burada da biz xeyir verə bilmirik və paytaxta Moskvaya getməlisən. Moskvaya getdim, orada da biraz müalicə alındım, heç bir irəliləyiş yoxdur. Göz ağrı da çox şiddətli bir ağrı olur. Əslində göz ağrısı diş ağrısından da şiddətlidir. Ağrı da kəsilmir. Nəhayətdə Moskvada da cavab gəldi ki, sənin bu gözünə bir xeyir yoxdur. Bir həkim var, Yəhudi qadındır. Və o da böyük bir vəzifəli insanların, belə deyək, həkimidir. Bu həkim nə desə, hansı diaqnozu qoysa odur. O həkimin yanına da aparıldılar məni. Bu da bir müalicə etdirdi, analiz cavabları. Nəhayətdə baxdı sonuc olaraq analizlərə və bu cavabı dedi. Belə bir maraqlı sual cavab verdi. Dedi, bu qədər müalicə olundu və mən də bu cür dərmanları, iynələri vurdum. Bir effekt görmədimsə, sən hansısa
bir müqəddəs insanın qəlbinə dəymisən. Onun qəlbini ələ almalısan. Çox bilən bir xanımıdır həmən həkim. Ondan sonra sanki ayıldım. O sözdən sonra sanki ayıldım ki, bəli, hardasa bir 2 il bundan əvvəl mən belə bir seyyidə günahı yox idi. Mən ona bir silli çəkmişdim. Onun bir bədduası mı, nəsə belə bir ağır sözümü, onun görə gözümün nuru gedib və tez qayıtdım vətənə. Getdim onun evinə çatdım, deyir, sürünə gəldim, onun ayaqlarına düşdüm, başladım ağlamağa ki, ay Seyid, məni bağışla. Seyid də təbii ki, bağışladı. Üstündən deyir, 2 həftə keçməmiş, gözümə yenidən nur gəldi, göz ağrılarım çəkilib getdi. Yəni, bu olan faktdır, bu yalan deyir, fantastika deyir, nağıl deyir. Bu cür faktlar, çoxlu faktlar var ki, yəni Seyidlərin məqamı, kəramətləri çoxdur. Sonucda da mən elə zehnimə gəldi, bunu qeyd edim. Ümumiyyətlə, yəni dediyim kimi, Seyidlərə məhəbbət, xüsusən bu Azərbaycan torpağında daha çoxdur. Ona görə bərəkətli bir torpaqdır. Yəni, bərəkətli bir vilayətdə məskunlaşmışıq, əlhamdülillah. Mərhum prezidentimiz Heydər Əliyev, o xatirələrində danışır, telekanalda da verilib, indi YouTube kanallarında da var, məşhurdur, ona bir xatırlama edək. O qeyd edir ki, mərhum mənim anam, Allah rəhmət etsin hər ikisini, məni apardı içəri şəhərdə Mir Möhsüm ağanın evinə. Çünki gizli şəkildə, işinə bağlı gizli şəkildə getdi. O mənə indi ofsunladı, dua etdi və sonradan danışır ki, yüksəlişlər, nailətlər əldə etdim. Yəni, bu şəxsin belə, yəni ki, etiqadı vardı Seyidlərə etiqadı vardı ki, ona dəyər və qiymət verirdi. Yəni ki, daim bizim bu torpaqlarda Seyidlərə ehtiram olunub, hörmət olunub, amma əfsuslar olsun, bugün Seyidlər əgər təhqir olunursa... Təzyiqlər var, Seyid. Bu nədən irəli gəlir? Təzyiqlərin olmalığı təbii ki, İslam düşmənləri, İslama zərbə vurmaq üçün, İslamı çökərtmək üçün belə zərbəni Seyidlərdən başlayırlar, imamlardan başlayırlar, Peyğəmbərdən başlayırlar, Qurandan başlayırlar. Total olaraq hücuma keçirlər. Yəni ki, belə kitablar da yazırlar ki, İslamda yoxdur. Əfsuslar olsun ki, heç İslam dininin heç bir əlaqəsi olmayan bir şəxs, Quran-ı Kərimi üzdən oxuya bilməyən bir şəxs, İslamda yoxdur bir kitab yazır. Şükürlər olsun ki, bizim Azərbaycanda o kitabı çap etdirmirlər, başqa bir dövlətdə çap etdirir, İslamda yoxdur. Yəni, bunun da arxasında təbii ki, İslam düşmənləri var. Məqsəd budur ki, İslamı sıradan, aradan çıxartsınlar. Bu da elə hansı müqəddəslər ki var, müqəddəsləri vurmaq istəyirlər. Bu Seyidlər də Allahın Rəsulunun nəslindən olduğu üçün, yəni Allahın Rəsulu ki, müqəddəs bir varlıqdır, sonuncu Peyğəmbərdir. Elə məqsəd Seyidləri vurmaq yox, Peyğəmbəri vurmaqdır əsas. Yəni, niyyət belə bir zəhərli niyyətdir. Amma təbii ki, Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, onlar istəsələr də Allahın nurunu söndürə bilməzlər. Allah öz nurunu tamamlayacaqdır. Seyid, çox sağ ol. Maraqlı bir mövzu oldu, müzakirəmiz oldu. Təşəkkür ederim. İnanırıq izləyəcəm nəticə çıxarar. Təşəkkür edirik sizə. Çox sağ olun, minnətdaram. Təşəkkürlər. Allah razı olsun. Belə izləyicilər, bir mövzunun sonuna gəldik. Biz Seyidlər haqqında, Seyidlərin yaxından tanıyaq, Seyidlər üzərində olan təzyiqlər, Seyidlər kim edir, bu barədə müzakirə apardıq. İnanırıq ki, mövzu marağınıza səbəb oldu. Əlbəttə ki, həmişəki xahişimiz YouTube üzərindən verilişlərimizi paylaşıb bəyənməyiniz sizdən xahiş olunur. Mövzuda bağlı isə verilişimizə Sumqayıt Cümə Məscidinin imamı, ilahiyyatçı Mir Fərrux Miriyevi dəvət etmişdik. Sizə mən Pərvin Rəhimli idim. Növbəti həftə görüşmə ümidi ilə sizdən ayrılırıq. Allah amanında, sağ olun.